Baxırıq. Deməli, baxaq 59-cu sualın izahına. Burada görürsünüz ki, misalda 1 bölünsün x, bir də 1 bölünsün x kvadratı var. Amma məndə veriləndə məxrəcdə x yoxdur, düzdürmü? Deməli, məxrəcdə x-i yaratmaq üçün misalın hər tərəfini x-ə bölürsünüz. X-ə böləndə olacaq belə. X çıxılsın 3 üstəcək 1 bölü x bərabərdir 0-a. Alacam x üstəcək 1 bölü x bərabərdir 3-ə. Razıyıq. İndi bax, x üstəcək 1 bölü x-in cavabını tapdıq. Mənə lazımdır x kvadrat üstəcək 1 bölü x kvadrat. Bunu da tapmaq üçün istifadə edəcəm a kvadrat üstəcək b kvadrat üstüründən. Bunun kvadratı çıxılsın hasilin kimisi. 9 çıxılsın 2, cavabı neçə alacam 7. Aydındır. Baxaq ikinciyə. İkinci çoxadliyə çoxadliyə bölünməsidir. Deməli, necə gedirsiniz? Bu çoxədlini, vuruqlara ayırmağı biraz qəliz olacaq. Sən tutmaq lazımdır axı 5x-i necə parçalamalıyam. Ona görə nə qədər sınıyorsan ki, görüm necə parçalayım. Biraz uzun gedər o. Ona görə nə edirəm? Bunu, buna çoxədlinin bölünməsi ilə bölürəm. Necə olur bölünmə? Yadınıza salaq. Hə. Bölünsün x çıxılsın 3. Birincini birinciyə bölürəm. X kubunu x-ə böləndə nə düşür? X kvadrat. Sonra x kvadratın ifadəyə bütöv vururam. X kubu çıxılsın 3x kvadratı. Onda bunlar gedir, qabağında mənfi var. 3x kvadrat, üstə gəlsin 5x, çıxılsın 42. 3x kvadratını x-ə bölürəm. 3x. 3x-i qaytarım buna vururam. Onda bunlar gedir, bundan da çıxıram. İndi bunu 14x-i x-ə böləndə 14 qalır. O deyil 14-ü buna vuranda özü alınır, düzdür? Yəni burada 0 qalacaq axırda. O bir ifadəm demək buymuş. Demək px bərabərdir. X kvadrat üstə gəl 3x üstə gəlsin 14-ə. Məndən p3-ü istəyir, deməli x-lərin yerinə 3 qoyacam. O da 9, 9, 18, 18-in üstünə 14 gələndə 32. Aydındır. Yazdım. Keçdik buna. Bu biraz qəliz məsələdir. Ümumi belə faizə aid bir şey saldım ki, gözləyirəm faizə aid ətraflıya məsələ gəlsin. Bir də ən maksimum başımızı işlədə biləcəyimiz məsələ budur. Yəni, hər şey var içində. Ona görə də dedim elə bunu saldım. Deyir, fabrikdə bir ayda istehsal olunan X, Y, Z məhsullarının paylanma dərəcəsi və bir ədəd məhsulun istehsal xərci satış qiyməti verilmişdir. Deməli, birinci dərəcələrə baxıram. Salam. X-ə neçə dərəcə düşüb? 90 dərəcə. Z-ə 120 dərəcədir. Y-i də tapmaq üçün toplayıb bunları 360-dan çıxmalıyım. 360-dan çıxıram 120 ilə 90-ın cəmini. Yəni 210. Qalır neçə dərəcə? 150. Deməli, Y 150 dərəcədir. Bunu qeyd elədik mi? Sonra nə edirsiniz? Mənə deyir ki, istehsal xərci ilə satış qiyməti verilib. Onları da qeyd eləmək lazımdır. Qeyd edirəm X, Y, Z. İstehsal xərci, bir də satış qiyməti. Yəni alt-alta yazaq ki, rahat görək. X, Y, Z, istehsal xərci, satış qiyməti. İndi baxıram. X-in istehsal xərci neçədir? 10, satış qiyməti neçədir? 30. Y-in istehsal xərci 20-dir, satış qiyməti neçədir? 30. Z-in istehsal xərci neçədir? 30, satış qiyməti neçədir? 40. Problem var? Buraya qədər nə aydın deyil sizə. Hər şey aydındır. Mən keçirəm ardına oxumağa. Deyir ki, həmin ayda Z məhsulunun istehsal miqdarı X məhsulunun istehsal miqdarından 6 ədəd çoxdur. Mənim əlimdən dərəcələr var idi. Z deyirdi X-dən 6 ədəd çoxdur. Sual verirəm, Z X-dən neçə dərəcə çoxdur? 30 dərəcə. 6 ədəd çoxdursa 30 dərəcəyə qarşı neçə qoyacaqsınız? 6. Razısınız? 30 dərəcə 6-dırsa, onda 90 dərəcə 18 olacaqmı? 30 dərəcə 6-dırsa 150 dərəcə 30 olacaqmı? 30 dərəcə 6-dırsa 120 dərəcə 24 olacaqmı? Düzdür? İndi nə edirəm? Gətirib qoyuram burada istehsal xərci ilə satış qiymətinin yerinə.
Bir də axırın oxuyaq nə deyirik? Deyir X, Y, Z məhsullarının satışından neçə faiz qazanc əldə olunur? Bax, istehsal olunub 18 dənə. 10 manatdan neçə manat eləyəcək? 180. Düzdür? 30 manatdan da 540-a satacam. Etiraz yoxdur. Sonra Y 30 dənə istehsal olunub. 600 manat bu olacaq, 900 manat da bu olacaq. 24 dənə də bu olub. 24-də 30-a vuraq. 720. 40-a vuraq. 960. İstehsala bunları toplayıram. Bu qədər pulum çıxıb. Nə qədər pulum çıxır? 1500. 1500 100%dir. Nə qədər bəs satış eləmişəm? 1500 900 2400. 2400-ə də qarşı X. 1500 X bərabərdir 2400 vur 100. İndi bu sıfırlar burada gedir. Bir dənə zəhmət olmasa 2400-ü 15-ə bölün. 160-dır deyəsən. 15-i 16-ya vuranda 240 eləyir. 160. O da 100 çıxsaq 60% gəlirim var. Bu yəni düşüb düşə biləcək ən çətin tipdir. Mən sadəcə başa salmaq istəyirəm ki, sizə necə mərhələli misalı işləmək lazımdır. Yəni gördünüz, səbirlə cümləni oxuya-oxuya işlədim. Yoxsa oxu qutar otur fikirləş ki, ay Allah neyniyim? Ondan məsələ həll olunmur. Misallar oxuya-oxuya yazmaq lazımdır. Başa düşdük? Sonra keçirik 97-yə. Bu da maraqlı misaldır. Uşaqlar görən kimi hürşürlər bu misallar. Nə edirəm? Gətirəm ortaq məxrəcə. Ortaq məxrəc bu vurulsun bu. A çıx B, A üstə gəl B. A kvadrat çıx B kvadratını verirmi? 4-ün kvadratı 16, kök altında x-in də kvadratı 16 çıxılsın x. Etirazınız yoxdur. Sonra bunu vurmalıyam. 4 üstə gəlsin kök altında x-ə. Bunu da vurmalıyam. 4 çıxılsın kök altında x-ə. Olacaq 4 üstə gəlsin kök x-in kvadratı. Çıxılsın 4 çıxılsın kök x-in kvadratı. Bunları da kvadrat çıx B kvadratından açıram. Birinci bununla bunu toplayacağım. Sonra da çıxacam. Burada kök x-lər gedir, qalır 8. Burada da 4-lər gedir, qalacaq 2 kök x. Düzdür? Burada da x-i bu yana atanda 16 çıxılsın. X bərabərdir 8 kök x-ə. Gətirib 16 çıx x-in yerinə 8 kök x yazıram. Kök x-lər gedir, 8-lər gedir. Cavabı neçə alacam? 2. Aydın da 16 çıx x-in yerinə yazdı. 8 kök x. Elə bir x-i bu yana atanda 8 kök x 16 çıxı bərabər olur. Sonra baxırsınız nömrə 103-ə. 103 ilk baxanda ağlınıza nə gəlir? Verib dir ifadəsinin qiymətini tapın. Yerinə modullar 0 eləyək. Modul. Kökləri. Niyə 0 eləyək? X-in yerinə 4 qoyaq. X-in yerinə 4 qoyacaq, amma onun səbəbi 0 olmağı deyil. Səbəbi nədir? Azad olaq deyil. Kökün altını böyük bərabər 0 götürürsən, təyin oblastı üçün. X böyük bərabər 4. Burada da 20 çıxılsın, 5x böyük bərabər 0. Mənfi 5x böyük bərabər mənfi 20, x kiçik bərabər 4. Bax, buradan izah keçir ki, biri 4-dən böyükdür, biri 4-dən balaca. Tək ortağı 4-dür. 4 qoyanda bu da 0 olur, bu da 0 olur. Onda qalacaq 14 vur 4, bölünsün 4 çıxılsın 2. Yəni 56 bölünsün 2, cavabı neçə alıram? 28. Yəni belə dəxlisiz bir köklər gördünüzsə, kökün altını böyük bərabər 0 götürün, görün nə var orada, nə yox. Başqa yol var mı? Yox. Başqa heç cür. Sonra bu. Bu da uşaqların ən çox çaşdığı tipdir. Deyir tənliklər sistemin yeganə həlli var. Normalda aşağıda kvadrat olmasa, yəni ikisi də xəttli tənlik olsa, yeganə həlli var şərti nədir? Birinci nisbət, ikinci nisbətdən fərqli olmalıdır. Amma burada kvadratda biri xəttidir, yəni yolunuz yoxdur. Başa düşdünüz? Onda nə edirəm? Əvəz edirəm. X bərabərdə A çıxılsın Y. Gətirib bu x-in yerinə A çıxılsın Y yazıram. Üstə gəl Y kvadrat bərabərdir 3-ə. İndi bunu açacağım. A kvadrat çıxılsın 2AY, üstə gəl Y kvadrat.
Üstəgəl y kvadrat bərabərdir 3-ə. 2y kvadrat çıxılsın 2ay üstəgəlsin a kvadrat çıxılsın 3. İndi kvadrat tənliyi almışam. Bu dəfə yeganə həlli var şərtini bilirik. Diskriminant nə var? Nə olanda? 0. Diskriminant bərabərdir. Bunun kvadratı çıxılsın 4 vurulsun 2 vurulsun a kvadrat çıx 3. Bərabərdir 0-a. 4a kvadrat çıxılsın 8a kvadrat üstəgəlsin 24. Mənfi 4a kvadrat bərabərdir mənfi 24-a. A kvadrat bərabərdir 6-ya. A-nı da alıram müsbət mənfi kök altında 6. Cavab olacaq B variantı. Aydındır. Növbəti bu. Bu özü düsturdur. Nədir? Kök altında x çıxı 2-nin kvadratına modulda x çıxılsın 2 çıxacaqmı? Düzdürmü? İndi nə edirsiniz? Bunu buna böləndə 1 eləyir. Amma qırağa belə bir şey yazırsınız. X 2-dən fərqlidir. Desəz niyə? X-in yeni 2 qoysam məxrəc 0-a çevrilir. O da olmaz. İndi bu da 1'dir. Bu da 1'dir. Deməli bu 0 olmalıdır. Kök altına 4 çıxılsın x kvadrat bərabərdir 0-a. 4 çıxılsın x kvadrat 0-dır. X kvadrat nədir? 4. Onda x-ini alıram. Müsbət mənfi 2. 2 götürə bilməzsiniz. Mənfi 2 götürəsiniz. Aydındır. Problem yoxdur. Keçdik bura. Bu da maraqlı misaldır. Kökləri m-indirsə nə edirsiniz? X-in yerinə bir dəfə m qoyuram. Olur m kvadrat çıxılsın 8m üstəgəl 4 bərabərdir 0-a. Etiraz yoxdur. Bir dəfə də n qoyum. N kvadrat çıxılsın 8n üstəgəl 4 bərabərdir 0-a. Etiraz yoxdur. İndi bax burada verilib m kvadrat üstəgəl 4. Bura baxın. M kvadrat üstəgəl 4 8m-dir. 40m bölünsün 8m. Buradan da n kvadrat çıxılsın 8n mənfi 4'dür. Bunun cavabı 5'dir. Bunun da cavabı 6'dır. Plus olur, olacaq 11. Aydındır. Keçdik bura. Kökün altı necə olmalıdır? Kökün altı necə olmalıdır? Böyük bərabər 0. Mənfiyə vuranda, olur kiçik bərabər 0. X çıx 5, x üstəgəl 5. Bunun kökü 5'dir, bunun da kökü mənfi 5. Alıram mənfi 5'dən 5'ə. Bir də məxrəc 0-dan fərqli olmalıdır. Yəni x nə 1'ə bərabər ola bilməz, nə də mənfi 3'ə bərabər ola bilməz. Onda bu aralıqda mənfi 5'dir, mənfi 4'dür, mənfi 3'ü götürə bilmirəm. Mənfi 2'dir, mənfi 1'dir, 0'dır. 2'dir, 3'dür, 4'dür, 5'dir. Bu bundan gedir, bu bundan gedir, bu bundan gedir. Qalır 3 çıxılsın 1, cavab olacaq 2. Ben bir kere tersten bakakta 66. 66 nə idi? Hə, bax. Bir dəfə m qoydum x-in yerinə, bir dəfə də n qoydum. Buradan m kvadrat üstəgəl 4 8m oldu. Burada n kvadrat, hə? Niye? Bunu tərəfə keçirdim də. He. Burada da 4'ü bu yana keçirdim, oldu mənfi 4. Sonra gətirdim, qoydum aşağıda yerinə. Biraz da maraqlı həndəsə salmışam ki, ətraflıya necə tip həndəsələr gələ bilər, Əlisəfa müəllim. 28 bir baxın görün, baxanda ilk ağlınıza nə gəlir? 28'e. Getmişsiniz məsələn imtahana düşüb. Demişdi ki, toxunanlar arasından keçən düz xətt çevrənin mərkəzindən keçərsə nə sayılırdı? Təmbölən. Onda bura alfa deyirsən, burada alfadır. 12 burada, 15 burada, aşağı töv 18 ise bura x desem, bura olacaq 18 çıxılsın x. Olacaq 12 bölü x bərabərdir, 15 bölünsün 18 çıxılsın x. İxtisar aparım, bura 4, bura 5. Çarpaz vurum, 5x bərabərdir, 72 çıxılsın 4x. 9x bərabərdir 72, x'i də alacağım 8. Onda bu 8'dir, bu da 10. Bizdən böyük parçanı istəyir, cavab 10'dur. İnşallah şöyle yazarım. İnşallah. Şöyle mi?
Yəni tip olaraq düşə bilər. Eyni Bir dəfə düşməyib bu sual. yox. Sonra bu. Əsas bilirsiz necələrini seçmişəm. Qaydalar olur. Məsələn, görəndə tanıyasan ki, o qaydadır. O tipləri seçmişəm. Yəni məsələn, qaydasız sən bu misalı yazanmazsan. Sən o tənbələn xassəsini bilməsən, o misalı yaza bilərsən? Yox. Sırf elələrini seçmişəm. Uzaq popturdan tam bölən kimi fikirləşdirəm. 14. Şərtdə deyir ki, AT B-mə perpendikulyardır. Onu verib şərtdə. Sonra deyir həm də AT tənböləndir. AT tənböləndirsə, bura alfa desəm, bura da alfadır. BT-ni 3 verir, ST-ni verib 5, sizdən istəyir A-ni. Bir fikirləşin, gözləyirəm. Deməli belə, bura bir dənə A deyirəm, burada bir dənə B deyirəm, düzdürmü? Tənbölən deyirsə şərtdə bunu, olacaq A böl 3 bərabərdir B bölünsün 5-ə. Yəni 5A bərabərdir 3B-yə. Onda A 3K'dır. B-də 5K'dır. İndi Pifagordan istifadə edirəm. Bir də bir şey deyim. 3K, 5K görüb oranın promoyu 4K yazmayıb, balı kəsirlər. Özünüz bilirsiniz. 3K'nın kvadratı üstəcə, buraya eləyir 8. 8-in kvadratı bərabərdir 5K'nın kvadratı. Bu 9K kvadrat eləyir. Bu da 25K kvadrat eləyir. 25-dən də 9-u çıxacaq. 16K kvadrat, 64K kvadrat, 4K'nı da alıram 2. Bura eləyəcək 10, burada eləyəcək 6. Sonra orada izah yazırsan ki, B-in tərəfindən çəkilən hündürlük həm də tənbələn olduğu üçün deməli bu üçbucaq bərabər yanılır. Onda bu tərəf 6-dırsa, bu tərəf də 6-dır. Oradan da A-nı istəyirdi, cavab olacaq 6. Aydın da. Növbəti baxırsınız buna, özünüz bir fikirləşin. Burada nə ilə gedirsiniz? Diqqətlə qulaq asın bana. Bax. Bura baxırsınız. Çevrə xərcindəki nöqtədən çevrəyə çəkilən toxunanlar bərabər olur. Onda bax, qırmızıladığım hissədə. Bura A desəm, burada A olacaqmı? Düzdür. Eyni formada. Bax, bu hissələr də bir-birinə bərabər olurmu? Düzdür. Bura məsələn B desəm, burada B olacaqmı? Narazı olan yoxdur. Bir də ki, bax, bura opşu var, bura opşu. Bura opşuya bərabər olur. Razısınız? Onda məsələn, bura X desəm, burada nə olacaq sizdə? X. Razıyıq. İndi onda bura X çıxılsın A olacaq. Burada olacaq X çıxılsın B. Etiraz yoxdur. Onda belə çıxır ki, A'yı F'in perimetri, A'yı F buradır. Olurmu? X çıx A, üstəgəl X çıx B, üstəgəl A, üstəgəl B. A'lar gedir, B'lər gedir. Alıram 2x bərabərdir 12. Onda x neçə alacaqsınız? 6. X də AB-dir, cavab olacaq 6. Ay, nə oldu? Tutdunuz? Əsl ətraflılıq sualdır. İmtahan stresindən bunu necə görürsün? Nə var ki? Mən bu düşsə şəxsən xoşbəxt olaram. Bəs getmişsiniz imtihana bu düşüb. Neymişsiniz? Deyir radiusları 15-17 olan iki çevrə xaricdən toxunur. Birini belə çəkdim. Xaricdən toxunur. Birini də ondan biraz böyük çəkəcəyik. Razısınız? Xaricdən toxunur. Deyir kiçik çevrənin A nöqtəsindən çevrələrin mərkəzlərini birləşdirən parçaya paralel keçirilən toxunan böyük çevrələri B və C nöqtəsində kəsir. Mərkəz deyirsə, bura bir dənə O1 deyirəm, burada bir dənə O2 deyirəm. Razısınız? Və mərkəzləri birləşdirən parça. Bunun düsturu var idi. Bir səbirli olsun. Düstur deyil, heç deyil düstur. Baxaq, qulaq asaq. Buna paralel, bunun A nöqtəsindən keçib, bunu B-C nöqtələrində kəsən. Gördünüz şəkli? İndi mənə deyir ki, AB-ni tapın. AB getdi sualı. İndi bildiklərimi yerinə qoyuram. Radiuslar 15-dən 17-dir. Bura neçədir? 15. Onda burada 15-dir. Bura 17-dir. Buranı birləşdirsəm, burada neçədir? 17. Razısınız? İndi sizə rahat olsun deyə burada görürsünüz də trapesiya yaranıb. Bunu çıxardıram bıraqa. 15, 17, burada 32-dir. Sizdən buranı istəyir. Buradan bir hündürlük endirirəm.
bir dəqiqə. 15 isə burada 15-dir. 15 ilə 17-ni Pifaqorlayıram 8. Onda buranı da tapadığımda 32-dən 8-i çıxacam. Cavab neçə olacaq? 20. Misalı oxuya yazın. Oxuyub qutarıb sonra yazın. Burada şəkil çəkmək lazımdır. Şəkli də çək. Deməli belə. Sinus nəyə nisbətidir? Qarşının hipotenuzu. Onda A bölünsün C bərabərdir 5 bölünsün kök altına 41. Onda A'ya deyəcəm 5K, C'yə deyəcəm kök altında 41K. Onda belə olacaq. B'nin kvadratı üstəcə bunun kvadratı. Bərabərdir bunun kvadratı. B kvadrat bərabərdir 16K kvadrat. Onda B'ni də nə alıram? 4K. İndi gətirib A ilə B'nin yerinə qoyaq. Yuxarıda 3-ü 4K'ya vuram. 12K. Üstünə də B'ni gəlirəm. Yəni 4K. Səhvim olmadı. Oldu axı. A 5K'dır. 15K olmalıdır bura. Aşağıda da 2A çıxılsın 2B. Olacaq 10K çıxılsın 8K. Yuxarı olur 19K, aşağıda 2K. 19,5 doğrudur. Bu düşüb. Yenidən gələrmi? Gələr, çünki cəmi bir dəfə düşüb. Yox. Baxın bura. Cavab biri oxşuyur. Buradan yazıram. İstəyirəm hamısı yerləşsin ki, PDF-ə şeyin atım özünə. Deyir, bərabər yanlı üç buzağın daxilinə çəkilmiş çevrənin mərkəzi onun hündürlüyünü 10 və 8 olaraq 2 hissəyə bölür. Buradan hündürlüyü çəkirəm. Bu məndə biraz o tərəfə üçün görsənmir. Oran. Siz buradan düşürsünüz, satranız düşürsünüz. İndi yaxşıdır. Hə. Deməli, 18 nə deməkdir? Bura 8-dir, bura 8-dir, burada 2-dir. Razısınız? Necə? Bax, bura 10-dur, burada 8-dir. Niyə yuxarı 8-dir? Bura niyə 8 oldu? Bu radiusu, o da radiusu olur. Mən elə bildim ki, bu Uy. çevrən qusarıq Bir yeri var. saniyə. Hə. Elə bildim ora 8-dir, radiusda da 5-5 bölünür. Yo. Sənə deyir, mərkəzi bölür. İndi qulaqsın mənə. Mən bura x desəm, burada x olacaqmı? Bu toxunandır. X kvadrat bərabərdir. Kəsənin çöldə qalan hissəsi. Yəni 2 vurulsun ümumi kəsən. 16, 2, 18. Onda x-i neçə alırsınız? 6. Razısınız? Bura 6 desəm, burada 6-dır. Buraya qədər kimin etirazı var? Onda mən buraya y desəm, aşağısı da y olurmu? İndi bax, bu üç bucağı görürsünüz. Bilirsə, radius toxunana perpendikulardır. Pifagordan istifadə edəcəm. Bura 16, 2, 18-in kvadratı, üstəcə y-in kvadratı bərabərdir 6 üstəcə y-in kvadratı. 324 üstəcəl y kvadrat bərabərdir 36 üstəcəl 12y üstəcəl y kvadrat. Bunlar gedir. 12y bərabərdir 324-dən 36 çıxıram 288. Y də alacam 288-i 12-yə bölün. 24 eləməz. Biliyə, eləməz. 24 deyil. Neçəniz? 24. Onda bura 24-dürsə, burada 24-dür. Bərabər yanlıdır deyə, buralar da 24-24-dür. Onda aşağıya 48-dir, yanlarda 30-30-dur. Olacaq 108. Deməli belə, ABC üç bucağında bucaq S 90-dır, çünki ortaya S qalır. Düzdür? BC-də bura A yazaq, burada B yazaq. BC-ni verib 8. Deyir, daxilinə çəkilmiş çevrənin radiusu 2-dir, üç bucağın xaricinə çəkilmiş çevrənin radiusunu tap. O daxilinə bir dənə çevrə çəkirəm. Radius 2-dir. Bax, burada 2-dir. Burada 2-dir. Burada 2-dir. 8 isə bura neçədir? 6-dır. Sən buradan 5-i necə tapdın, onu bizə deyin. 6 üstəcəl CB. Sən elə bir belə fikirləşmirsən də 6, 8, 13 bucağıdır. Yox. Oradan 12-yə bölmüsən, demirsən 5-dir. Amma elə deyil axı. Yox, yox. Hə, bəs necə? De. AC üstəcəl 8 çıx AC-ni 4-ə bərabər eləmişəm. A plus B çıx. Bir də. A plus B çıx C böl 2 bərabər 2 radius. Hə. Mən yazacağım AC Hə. üstəcəl 8. Çıx BC bərabərdir. BC niyə? Çıx
Çıx abi. AC üstəgəl 8 çıx abi. AB Hə. bərabər 4-ə. AC çıx AB bərabərdir -4-ə. Sonra da AC çıx AB -4-ə. AC də bərabər ki, AB çıx 4-ə. Mən deyirəm AB + 4 qoydum. Mənə baxın bir dənə. Bax bura 6-dırsa, avtomatik burada 6 olacaqmı? Burada 2-dir. Bura x desəm, burada neçədir bizdə? X. Düzdür? İndi mənə baxın. Bu tərəf oldu x üstəgəl 2. Bu tərəf oldu neçə? 8. Çıxıram bunu. X üstəgəl 6-nı. Çıx x, çıx 6. Düzdür? Burada x-lər gedir ki. Burada elə 0 alıram axı elə bil. Cavab 0. 10 Hı, çıx deyil. 6 alırsa cavab 4. Yox, öyle cavab 0. Nə alıram? X-dən gedən 4 qalmır cavab. Hə, 2 də böləndə 2 eləyirdi. Onu da çevrənin radiusunu isbat eləmiş ola bilər. Ona görə şifahi ilə getmir. AC-ni AB + 4 tapdım. Bir dəqiqə gözlə. 8. Bura x üstəgəl 2-dir. Bunun kvadratı üstəgəl 8-in kvadratı bərabərdir x üstəgəl 6-nın kvadratı. X kvadrat üstəgəl 4x üstəgəl 4 üstəgəl 64 bərabərdir x kvadrat üstəgəl 12x üstəgəl 36. Bunlar gedir. Deməli 4x-dən 12x çıxıram, mənim 8x, bu 68 edir. 36-dan 68 çıxıram, 36-dan mənim 32. X-i 4 alıram. Onda burada 4-dür, burada 4-dür. Onda alıram ki, bura 10-dur. Böyük yerdə 10 bölünsün ki, cavab 5-dir. Bunun ətraflı həllə getməlidir belə nihayət. Qapalı tiksən. Yəni Deyir, diaqonalı yan tərəfə perpendikulyar olan bərabər yanlı trapesiya. Diaqonal yan tərəfə perpendikulyardır. Deyir, uzunluğu 8 pi-dir. Bunu birinci həll edək. 2 pi bərabərdir 8 pi-yə. Onda radius nəyə bərabərdir? 4-ə. Sonra deyir, yan tərəfi də radiusa bərabərdir. Onda yan tərəflərdə neçədir? 4. Ümumiyyətlə, xaricə çəkilmiş çevrə sözü eşitdiniz. Bir də o 90-ı gördünüzsə, elə xaricinə çevrə çəkin ki, məsələ sizə aydın olsun. Axı bilirsiniz, bura nə vaxt 90 olur? Bura diametr olanda. Onda 4-4-sə radius bura neçə olacaq? 8. Şimdi deyir ki, perimetrini tapın. Deməli, mən yuxarı oturacağı tapmalıyam. Düz deyil. Yuxarı oturacaqda necə tapırsınız? Bura alfa desəm, çarpazda nədir? Alfa. Bir də ki, burada ama demir, tənbələndi. De. 90 üstəgəl alfa. Yo, o qədər xırdalığa ehtiyac yoxdur. Buradan gəlin bir hündürlüyə indirim. Hündürlüyü endirəndə nə baş verəcək? Bir dəqiqə. Deməli belə. 4 ilə 8-i Pifagor qoyuruq. Bura olur kök altına 48. Biz də burada hündürlüyü indirsək, a kvadrat bərabər idi, m vurulsun, m üstəgəl n. Onda bunun kvadratı, yəni 48-in, kök 48-in kvadratı 48 bərabərdir. Bura 1x deyirəm, x vurulsun 8. Onda x alıram 6. Bura 6-dırsa, bura 2-dir. Bu qanad 2-dirsə, bu biri qanad da 2-dir. Deməli, yuxarıya qalacaq 4. Onda perimetrdə olacaq 12 üstəgəl 8, cavab olacaq 50. İndi gedək isbatlara.